Trump biz dəfələrlə burada hələ seçilməmişdən əvvəl düzdür, bəzi taxtabaşlar oradan yazılırlar ki, nə oldu be deyir, Trump gəldi filan ki, biz elə əvvəldən deyirdik ki, biraz yaxşı ki internetin yaddaşı var, internet televiziya deyil də, bir gün veriş olsun, sabah yaddan çıxsın, geçsin. Hər şey oradadır. Açıb baxa bilərsiniz, keçən il, o bir il, yəni Trump barəsində burada nə deyilir? Burada deyilib ki, o adamın psixoloji problemləri var. Bu Kamranın fikridir, təbii ki, mənim qoyduğum qiymətli. Və bu psixoloji problemi olan adam hələ dünyaya çox böyük sürprizlər və çox böyük problemlər gətirəcək. Hətta 2 yaşlı qocanın Amerikada siyasi liderlər krizisi olduğu barəsi biz demişik və bu 2 yaşlı qocanın biri sadəcə yaşlanıb divara salam verir, havaya baxır və İsa'nı görür, kimisə görür, orada söhbət edir. Bu, ola bilər yaşlı olan məqamında. Bu çox da təhlükəli, mən Biden'ın deyirəm, bu çox təhlükəli deyil. Amma Trump dünyanı xilas edəcək. Bu, ən gözəl, ən uğurlu, ən boylu buxunlu, ən bilirsiniz, əndir da bu ən. Hər şeyin ənidir və bu ən yanına da ona ən kimi baxanları və baxmasalar da ona yalandan, bilirsiniz, belə adamlar çoxu yalancı olur, ona ənlərin ənisən deyənləri yığıb və indi böyük problem yaradır dünyada. Amma ən böyük problem Amerikanın başında da, açığı deyim sizə, amma indi xoruzun quyruğu görünməyə başlayıb. Biz buradan demişdik ki, nə üçün Ciddədə Rusiya nümayəndə heyəti ilə Amerika nümayəndə heyəti görüşən kimi Trump'ın mövqeyi dəyişildi. Biz deyirdik ki, məsələ bizim başımızdadır, Türkiyənin başındadır və Türk dövlətlərinin başındadır. Yəni də deyirəm də taxtabaşlar və anlamayanlar deyirlər ki, dünyada bu qədər proses baş verir, hər şeyi siz Türk dövlətlərinə. Amma inanın ki, bütün problem, onların problemi, qarın ağrıları, ürək ağrıları, hamısı Türk dünyasının qalxınmasındadır və həmən görüşdə, yəni təbii ki, Trump Ciddiyə göndərdiyi adamlar təcrübəsiz adamlardır, o Vance'in də falan, heç bir siyasi təcrübəsi yoxdurlar, onlar diplomat deyirlər ümumiyyətlə. Göndərdiyi adamlar Rubio və Lavrovla üzbəyüz, mən orada Uşakovla üzbəyüz və kim idi, Narışkindir, kim isə, onlarla üzbəyüz. Bunlar təbii ki, çox tez o KGB məktəbindən istifadə edib Rusiyanın diplomatiya, Lavrov neçə ilin diplomatıdır, özə milliyyətçi də ermənidir. Bax, önəmlisi buradadır. O Kalantaryan onları qıraya salmağa, kəməndə salmağa bacarıb və indi də görünür də, Trump məğlubiyyət dalıcan məğlubiyyətə düçar olur və son telefon danışığında isə tamamilə darmadağın oldu. Amma o darmadağın olan kimi çıxır deyir ki, hər şey əladır. Çox gözəl telefon danışığımız oldu. Böyük uğurlarım var mən ondan. Mən dostumla yaxşı-yaxşı söhbət elədiyim müvəffəqiyyət. Deyirlər, demişdin ki, axı danışıdırsan, indi 30 günlük savaş dayanacaq. Sənə deyirsən, sözümü yerə salır axı. Eybi yoxdur, sözümüzü yerə salsa da, mən 1 saat gözləmişəm onun telefonda. İşi vardı Valodyanın, mənim dostumun, ona görə mən 1 saat. Mənim də göndərdiyim nümayəndəni orada 8 saat, 9 saat gözləndirib. Amma alçaqlar, niyə bunu deyirsiniz? Deməyin, gözlədirib əcəbiliyib. Qoy gəlsin, otursun mənim boynumda. Amma siz deməyin ki, hər şey yaxşıdır. Deyin, hər şey gözəl. Deyin, ən uğurlu mənəm. Mən axı Trumpam, mən axı Trumpam, mən axı Trumpam. Amma bu xislətlə də onun ətrafına yığışan adamlar dünyanı faciəyə gətirib çıxardırlar. Və böyük 3-cü, 4-cü, əslində 3-cü Dünya müharibəsi soyuq müharibə idi. Yaxşı, 3-cü müharibə adlanır. 3-cü Dünya müharibəsini körükləyirlər və bu Dünya müharibəsi artıq demirəm qapımızdadır. Başlayır və çox böyük partlayışa belə hamilədir. Nə baş verdi Ciddədə? Onları başa saldılar ki, siz nə danışırsınız? Ruslar ona başa saldılar. Əsas bəla bu yaxın şərqdə Türkiyənin güclənməsidir. Suriya girib. Suriyada unitar dövlət yaratmaq istəyir. Suriyanı parçalamışıq, sizin ələ vermişik, biz iş görmüşük burada. Rusiya, İran, Amerika buranı parçalamışıq, burada qan tökülür, burada hamı terroristi, Cəbrlər, Nusra, Şəbl, Əfrufra, Vahbaqın, Vahillə və adlarını qoymuşuq bir-bir, hamısının başına pul və qoymuşuq, qırırlar burada bir-birlərini müsəlmanlar. Əladır, hamısını və İsrail orada təbii ki, bunlar başını qıracaqlarsa, Amerika orada işin əla görəcək. Və burada da İranı da bütün ərəb dünyasına qarşı biz burada Rusiya ilə birlikdə və İran, axı bilirsiniz də, Rusiya ona nüvə silahı və ona belə ürək-dirək verir, İran da Rusiyaya ürək-dirək verir. Amerikaya başa salırlar ki, əşi, bunlar ərəb dünyası bundan qorxur deyənə, bu İrandan burada. Sən büdcən, hərbi büdcən artır, sonra silah satılır dünyada. İndi bax, Azərbaycan, məni hərbi, bax, balaca Azərbaycan Amerikaya başa salırlar. Məni silah bazarına vurub çıxardım. Kimin əli ilə? Türkiyənin əli ilə. Bəs necə? Həmən də İsrailin əli ilə.
Mən uduzdum Qarabağda. Qarabağda giriblər, Qafqazı alıb, Suriyanı alıb, Qaradənizi alıb mənim əlimdən. Qaradənizi qorxumdan çıxa bilmirəm ki, Ukraynalara nə silah veribsə onlar vururlar. Krımdan, burnumu Krımdan qırağa çıxarda bilmirəm. Amerikanlara başa salır onu. Krımdan gizləmişəm Novorosiyskdə və filan da. Bax, indi telefon danışığında əslində Ukrayna söhbəti getmirdi. Bax, indi danışdığım məqamları danışırdı Trump Putinlə və xoruzun quyruğu artıq açıq görünür. Yaxın şərqi danışıblar orada. Heç Ukraynada demək olar ki, 2 saatlıq danışığı tərcüməçi ilə danışıblar, isə bilək 1 saat yarım danışıblar. O saat yarımlıq danışığın haradasa 1 saat yarımını yaxın şərqə həsr eləyiblər. Adını da elə qoyublar da. Nə baş verir? O baş verir ki, salam əleyküm. Biz dediyimiz yenə də proqnozlarımız düppədüz çıxır. O ciddədə bunlar Amerikanlara başa salıblar ki, sən əgər indi məni məhv etsən, yəni Rusiyanı məhv edəm, Amerikanın əlində 1 saatlıq işdir. Trump onu oynayır, onun orada ordusu var. İndi deyir, Putin nə deyir, onu təkrar edir orada ki, Putin biraz şişsin görsün, amma dünya görünür də kimin nə gücü var. Amma sən məni məhv etsən, Ukrayna qalib gəlsə, Avropa güclənir, mən məhv oluram, mənim də ərazimdə Türk dövlətləri yaranır. Turan orqanizmi, bir ucu Ankara, bir ucu Bişkek, varan qatmaq lazımdır, Türkiyənin, Azərbaycan hər yeri belə qatmaq lazımdır. Onlar dirilir, gör nə boyda orqanizm olur. Avropa ilə Çinin arasında, Çinlə Avropa arasında bir qızıl körpüyə dönürlər, varlanacaqlar. Əla alimləri var, əla resursları var, insanları var, uranı var, nefti var, qazı var, molibdeni var, bilmirəm, titanı var, hər şey var bunların. Və 250 milyonluq əhalisi var, sabah İranda, orada da bir 40 milyon Azərbaycan, Türklər var. İraqda, Suriyada siz Amerika başa düşürsən, nə inirsən, Rusiya deyir. Mən də məhv oluram, amma səni də Avropa bazarından çıxaracaqlar, nefti qazı da gətirəcəklər, Qatardan aparıb satacaqlar, orada Qazaxstana gətirib aparıb satacaqlar. Sən də qalacaqsan okeanın o tərəfində və burada Çin, bir də Avropa, bir də Türkiyə, Türk dünyası. Burada əməlli başlı mənsiz burada, gəl yenə 2-ci Dünya müharibəsi kimi, əl-ələ verək 2-ci Dünya müharibəsi sonra, dünyanı bölək ikimiz, Türk dünyasını məhv eləyək, necə eləmişik ya? Eləmişdik ya, necə idi? Yaxşı, birini çurba eləmişdik, birini çurka eləmişdik, birini çuşka eləmişdik, qəşəng oturdurmuşduq. İran da əlimizin altında idi. Bizim İranla sərhədimiz vardı, Azərbaycan əlimizdə idi, hər şey əlimizdə idi, Qafqaz əlimizdə idi. Sonra Ukraynanı mən indi alsam, həmən şeyi bərpa eləyərəm və biz yenə Avropanı bölərik 2 yerə. Yasın mən götürərəm Litvanı, Estoniya, amma başa düşmür ki, sən SSR deyilsən, o mümkün deyil. Amma inandıra bilib Amerikanı. O Trump'ı inandıra, o uğursuz şoumeni, uğursuz. Onun şou proqramları uğursuzdur. Efirə baxın, o Zelenski deyil. Heç Kamranzəlli də deyil. 2000-ci ildəki bizim proqrama baxın, bir də onun proqrama baxın. Yanında cücələr, keçən göstərmişdim də. Cücələr, sarı formada geymiş cücələr, o cücələrə oynayırlar və cücələrin ortasında kim ola bilər? Xoruz ola bilər də cücələrin ortasında. Düzdür, ya toyuq ola bilər, ya xoruz ola bilər. O kişi xeylağını xoruz olar, qadınsa toyuq olar. O kişi xeylağı deyənə, ortalıqda bir xoruz, yəni showman belə, o da sarı geyimdə. O cücələr kimi, bax belə oynayır. 2000-ci ilin, yəni 25 il bundan əvvəl olan proqramıdır. 25 il bundan əvvəl mən efirə o cücələrlə çıxsaydım, Turandan Türkistana və yaxud da reklamlar deməsəydim, bu millət bizi fitləyərdi. Axşam hamı qaçırdı sizin saata baxmağa. O uğursuz şovmendir. Mən elə bilən müqayisə gətirəndə bəzən bəs oturmuşsan burada Trump'ı filan şey eləyirsən, elə axmaq adamlar elə bir şey danışa bilərlər. Özlərini belə cılız bilənlər ancaq beyinləri boşalan adamlar söhbət edirlər. Uğursuzdur. Orada da ancaq nədir? Hər yerdə Trump yazılıb, bu cücələr oynayır, o da oynayır və deyir, mən böyüyəm, mən ağıllıyam, mən, hər yerdə mən. Mən Gülümsərov, Şən Gülümsərov, hamısı ondan ibarətdir. Və indi də siyasət elə də davam edir. Siyasətin uğursuz olması barəsində danışacaq, amma şou proqramı uğursuzdur. Və o, həmən məqamlara öyrənib, ona inandırmağa bacarıblar ki, gəl əl-ələ verək, Ukrayna ver mənə, mən şərqi verirəm sənə. Baxın, o telefon danışığında nəticədə bilirsiniz də kommunike yazılıb ki, Putin tərəfindən, Rusiya tərəfindən, bir də Amerikada açıqlayıb ki, nə danışıq olub, yəni onun stenoqraması açıqlanıb da, nə danışıblar da. Tamamilə bir-birindən fərqlidir. Oxuyursan Amerikanı ki, görürsən başqa şeydən danışılır, oxuyursan Rusiya görürsən başqa şeydən danışılır. Hansına inanırsan? Amma Rusiyada yazılıb ki, yaxın şərqdən danışıblar, baxın, indi Hüsitləri də bombarlayır, Rusiyanın səsi çıxmır. İndi Haması da vurur, İsrail dağıdır, Rusiyanın səsi çıxmır. Suriyada səsi çıxmır Rusiyanın. Çünki oranı mən orada yoxam, olsa Türkiyə onu oradan çıxardıb. Amma güya bu indi Amerikanın orada bir oyun oynayır və İranı satdı. O dəqiqə satdı İranı. O dəqiqə. Çin'i də İranı satdı. Gəl ki, Çin'i də satıram, İranı da satıram. Mənə, bax, indi görün Rusiya dünyanın kimi Amerikaya
ən böyük bəla deyirdi, şeytan bilmirəm deyirdi, demon deyirdi, zlo deyirdi. İndi də Amerika bütün gün tərifləyir. Yaltaqlanır, girib altına Trump'ın adı gələn kimi Putin qayıdır ki, o çox böyük şəxsiyyətdir. Amma kranı salıb öz sapını dartır. Ona elə gəlir herhalde, amma herhalde faktoruna ibarət ki, o sapı dartır. Və Amerikanın o telefon danışığının yazısı, stenograması çıxıb hamısı, yəni nə danışıblar da orada. Orada deyilir ki, Putin Trump'a deyib ki, biz əl-ələ verib imkan verməməliyik ki, İran İsraili məhv etsin. Bunu Putin deyib. Nə deməkdir bu? Yəni İranın əleyhinə danışır. İran da müntahid elə, ikisi bir-birinə dronları verib atır da, bir-birinə elə... Onlar ancaq Azərbaycan məsələsində bir yerdədirlər İranla, Rusiya və qərbində bir, elə həmən Amerikada bəzən. İndi bu gün də görünür də bir yerdə, Azərbaycan, Türklüyün əleyhinə bir yerdədir. Amma onlar bir-birinə konkurentlər, amma bu məqamda keçi qiymətinə satıb İranı ki, mən səninlə birlikdəyim, yəni ona nüvə silahı, istəyirsən vur da onu, vur İranı, mən üzümü çörəcəm bir yana. Çörəcək. Təbii. Rusiyada vurulsa İran üzünü o tərəfi çörəcək. Onlar situativ müttəfiqdirlər. Situasiyaları müttəfiqliyi yaradır. Satdı onu o dəqiqə və ateşkəs məsələsi filanı qalıb bir tərəfdə. Trump nə deyəcək? Deyir, yenə də özünü tərifləyir. Və İran satılmağından başqa yaxın şərqdə olan bütün məsələ nədir? Deyir, Qara Dənizdə, baxın ki, danışıqlar əsas nədir? Qara Dənizdə yenidən mənim flotum qayıtsın ora və Qara Dənizdə ateşkəs eləyək biz, atmayaq. Qara Dənizdə uduzu baxın. Qara Dəniz. Və buradakı taxtabaş. Əlaqə varmı? Var. Niyə Rusiya Ukraynaya qalib gəlsə, bu bizim sonumuzdur, bizim. İki tərəfdə. İndi Qara Dəniz Rusiyanın əlindən çıxıb. Çünki Ukrayna öz dəniz dronları ilə, deyilənlərə görə Türkiyənin onlara verdiyi həmən dronlarla, Ukrayna elə dronları yox idi. Olsun da deyilənlərə görə, o da olmasa deyir, nəysə bilirsiniz, o atılar misalını hər halda, tüstü məsələsini. Yəni, Rusiyanın bütün Qara Dəniz flotunu məhv edib Ukrayna. İndi ən hegemon dövlət Qara Dənizdə Türkiyədir. Boğazı da bağlanır, istədiyi vaxt Rusiya flotunu oradan buraxmır və hətta hərbi gəmilər istehsal edib Ukraynaya verir. Amma əsas hərbi gəmilər, sualtı gəmilərdə, suüstü gəmilərdə və qüdrət Türkiyədəndir. Rusiya Qara Dənizi uduzub. Kimə uduzub? Ukraynaya mı? Xeyr, Türkiyə. Krım almaqla deyil. Və Türkiyə həmən bu danışıqlar ilə, bax Putinlə Trump'ın danışığı zamanında Cənab Erdoğan çıxış edir və deyir ki, Krım referendumunu biz qəbul eləmirik, boş şeylərdir, onlar yalandığı yeri doğrudan da belədir. Krım Ukraynanın ayrılmaz hissəsidir və biz onu ərazi bütünlüyünü tanıyırıq. Bir də təsdiq edir, hansı ki, Amerika Krımı verir Rusiyaya və artıq Amerika prezident administrasiyasından belə xəbərlər çıxıb ki, onlar rəsmi Avropada məcbur eləmək istəyirlər ki, Krımı versinlər Rusiyaya. Niyə? Türkiyə orada güclənməsin. O qədər bəsit və o qədər açıq. Bax, ciddidə bunu danışıblar. İndi xoruzun quyruğu görünür. Bu bir. Fikir verirsiniz? Qara Dəniz məsələsi. Burada. Bir də müharibəni saxlayaq Rusiyanın şərtləri ilə. Niyə? Çünki müharibəni saxlayan kimi ordunu gətirsin Qafqaza, Gürcüstanı və Ermənistanın hakimiyyəti dəyişsin. O 200 minlik qan görmüş ordunu gətirsin Ermənistana, oradan bizə hücuma keçsin. İndi baxın, sülh məqamı gəlir. Elə ki, biz Ermənistanla o dəqiqə bir kəlmə söz deyirik ki, biz sülhə hazırıq. O dəqiqə Ermənistan tərəfdən orada kimdir yanıb sərdə? Ruslar dayanıblar da. O dəqiqə başlayırlar atəş açmağa. Biz də taxtabaş belə gənə ermənilər gənə atırlar. Ermənilər atmır, onlar atırlar. Ki bu sülh falan olmasın burada. O Qafqazı geri almaq istəyir. Niyə də istəməsin? Çünki bu imperiyanın işi Qafqazı alıb bizi burada məhv etməkdir. Dəfələrlə öz aparıcıları, tarixçiləri və deyirlər, yaxşı bu taxtabaş biz dediyimi başa düşmür. Özlərində bir qulaq asında. O Zəngəzuru onun üçün yaradıblar. Bir şlaqbam yaradıblar Türk dünyasının yanında. Farsları onun üçün gətirib hakimiyyətə qoyulur. Farslar 1000 ildir ki, hakimiyyətdə deyildilər. Nə Pəhləvi, nə əmmaməlilər. O gətirib qoyub hakimiyyətə ki, Rus-Fars dövləti yaransın. İkisinin müştərək sərhədləri olsun. Biz ümumiyyətlə olmayaq. O tərəfdə də. Yəni İranda da bizim məhv eləsinlər, nəyəsə döndərsinlər. Bu yana Tuşkaya döndərsinlər, məhv eləsinlər öz Rus məktəblərindən, dilimizi filanımızı, Salayevlərlə filanlarla. Və biz burada da olmayaq. İranla rahat Qafqazda və bu Kumenada düz Fars körfəzinə qədər işini görsün və burada güclü bir Rusiya yaratsın. Biz burada olandan sonra burada zəifdir. O həmişə bizdən qorxub. O həmişə bizdən qorxub. Və Nadir Şah İran şahı, Fars şahı deyil. Türk oğlu Türkdür, Afşardır. Və Sabirabadda
qurultayda seçilib. Ha bizdə su qovşan var Sabirabadda, orada seçilib. Seçilib, bəli. Hələ Amerikada seçki olmayanda. Hələ Fransada seçki olmayanda. Seçki uğrunda davalar olurdu. Burada qurultayda seçilib o Nadir Şah Afşar. Dünyanın ən böyük sərkərdələri sırasındadır. Napolyon ona bütün həyatını ona həsrləyib və ondan öyrənib hər şeyi. O Nadir Afşardan qorxub, Ağa Məhəmməd Şah Qacardan qorxub, Uzun Həsəndən qorxub ruslar. Həmişə qorxublar, həmişə döyülüblər. Şah Abbasdan qorxub həmişə. Və qorxub ki, qorxub. O tərəfdən də Osmanlıdan qorxub. Çünki Qaradəniz əlindən çıxıb, hər şey əlindən çıxıb və indi əgər Qaradənizi yenidən Ukraynanı alırsa, Nikolayev və Odessanı alırsa, təbii ki, Rus orada Amerikanın əli ilə gəzdən güclənir. Ona görə Qaradəniz danışırlar da telefonla. Təzədən güclənir. Təzədən Türkiyəni Qaradənizdən çıxardırlar. Elə bilirsiniz, Qaradəniz çıxardıqdan sonra o Konstantinopoli, onun arzusu Konstantinopoldir. O Aya Safiya camisinin, Aya Safiyanın üstünə yenidən xaçı vurmaq, o bütün onun ömrünün arzusudur və ömrünün məqsədidir Rus imperiyasının. Özünü 3-cü Roma hesab edir. Bu taxtabaş anlamayacaq. Amma normal adam anlamalıdır axı bunu. Məsələ gedir, ona görə telefon danışığında. Bizim məsələmiz gedir, Ukraynanın deyil. Qafqaz, Suriya, yaxın şərq deyirlər buna, bunlar. Və Qaradəniz, başqa söhbət yoxdur. Ancaq, və mən sizə inandırıyorum ki, bunlar belə danışıb bu müharibəni saxlamağa nail olacaqlar. Rusiyanın şərtləri ilə. Nə Avropa, nə Türkiyə buna razı deyil. Hə, Rusiyanın məğlubiyyəti harada olur? Bəzən deyirlər, bizdə taxta başlar. Ay Kamran, bəzən komitəyə, ay Kamran müəllim, sənlə, bax, de görüm Rusiya hansı müharibənin mucibi. Bunlar həmişə göyə ki, bu burada oturub, o dalı natəmizlərin burada vəkilidir və hər şeyi bilir. Bütün müharibələri uduzub. Bütün. Siz narva altında. 1905-ci ildəki, 4-cü ildəki Rus-Yapon müharibəsində biabırçılıqla uduzdu Yaponiya. Yaponiya balacadır. Elə bilirlər Yaponları meymun çəkirdilər hər yerdə. Makaka deyirlər. Balaca makakaları, yezi Yaponları, Rus qəhrəmanları, Vitsizləri orada böyük gəmilərlə, toplarla, ordusu ilə əhalimiz də çoxdur. Belə yerir. Yaponiya bir ay içində Rusları sındırdı, məhv elədi. Biabırçılıqla uduzdular Yaponiyaya. Sonra Kırım müharibəsi, məşhur Kırım, aynı təkrar olur hadisə. Niyə Kırım müharibəsində Rusiya Nikolay I-cinin vaxtında biabırçılıqla Osmanlıya uduzdu? Türkiyə deyirlər, həmişə Osmanlı'nı udub, həmişə Osmanlıya. Yalan danışırsınız axı. Ha vaxt o Kırım müharibəsinin baxın da neçənci ildir? Dünəndir də. Kırım müharibəsində Rusiya Osmanlı imperiyasını uduzub. Amma o dövrdə Osmanlı imperiyasının yanında Fransa və İngiltərə vardı. Çox nadir haldır bu, amma var idi. Kırım müharibəsində Fransa və İngiltərə Rusiyanın əleyhinə Osmanlı Türkiyə ilə birlikdə idi. Gəlin Osmanlıya Türkiyə deyək, Türklərlə birlikdə idilər. Və Rusiya Osmanlıya ancaq İngilislərlə, Fransuzlarla bir yerdə olanda qalib gəlib. Tək üzbəüz hər yerdə qorxub qaçıb. Qaçıb deşiyə girib həmişə. İstəyirsə Şah Abbas olsun, Türklə üzbəüz gələndə deyirəm həmişə. Onlar qaçıb deşiyə giriblər. Həmişə. Bu tarixdir. Kırım müharibəsinin biabırçılıqla uduzdu. Və yaxud da 1-ci Dünya müharibəsində nəyə ki uduzdu? Dağıldı. Dağıldı. Biz Almanla, Avstriya, Macarla üzbəüz gəlib hər yerdə dağılmış, uduzmuşdu. Axır 1-ci Dünya müharibəsində bu qaliblər sırasında idi. Antantanın üzvü idi də. Fransa və İngiltərənin yanında idi. Əslində məğlub olmalıydı Osmanlı və Almaniyada. Düzdür. Amma Rusiya dağıldı. O imperiya ümumiyyətlə yoxa çıxdı. Orada da uduzub. 2-ci Dünya müharibəsində də Amerika olmasıydı. Bax, indiki kimi. Bax, indiki kimi. Çünki Türkiyə güclənirdi. Və 2-ci Dünya müharibəsindən sonra da Amerikanı məcbur edir ki, o Türkiyəni vermənə, o Konstantinopoli vermənə. Onda da İngilislər imkan vermədilər. Çünki o bilir ki, oranı olan kimi Avropa məhv eləyəcək. Onun bütün arzusu o İstanbul'dur, Boğazlardır. Bütün arzusu öz gerbini onu götürüb. Nə qədər deməliyik ki, bu gözü görən taxtabaş onu başa düşsün, hə? Bu alçaq onu başa düşsün. Nə deyək bunlara? Biz niyə bunların üstüne məsələşirəm? Onları biz başa düşürük. Bunlar axı bölümümüzdədirlər. Aranı qatırlar axı. Hə? İndi bu telefon danışığından sonra nə baş verir? Təbii ki, Trump çıxıb, baxın, gəlin təkrar edirəm. Onlar telefon danışığının burada mətnini başqa cür yazır Amerikanlar. Ruslar tamam başqa cür yazırlar. Onlar İranzadı demirlər, hər şey yaxşıdır və biz hətta orada şərt qoyurlar ki, biz indi deyir infrastrukturu vuracağıq. Amma gəlin biz burada bu hansısa seçilmiş infrastruktur vardı. Orada bilirsiniz də o energetik infrastrukturu vurmayaq. Niyə? Çünki Ukrayna bütün günü göstərəcəm birazdan sizə. Vurur bunların bütün neft ayırma zavodlarını, bütün qabağını ala bilmir axı. Hər yer vurur, dağılır, Rusiya yanır. Ukrayna var, onu saxlamaq istəyir.
Deyir müharibə getsin, amma bir də onu saxla. Bir qara dənizi ver mənə, uzmuşam orada. Bir də onu ver mənə, mən də sənə yaxın şərqi verirəm belə. Bunlar oturub söhbət edirlər ha, bizim kürəyimizin arxasında. Aranı qatırlar. Və Türk dünyasının böyüməsindən ikisi də nigarandılar. Və indi niyə Trump'ın bütün, bax dediyim, bütün onun elan etdiyi sferlarda yerdə məğlubdur. Hər yerdə. İran, Xomneyi və elə cənab Pezeşkiyan da Trump'ı uzaqlara göndəriblər. İndi efirdəyəm, bilməm də necə göndəriblər. Hansı hərfi deyirsiniz, ola bilər. Rusça hərfi başqadır, Azərbaycanca hərfi başqadır. Yəni göndəriblər. Orada uduzub. Heç nə eləyə bilmir. Bruce Yamaguchi. Həmasa uduzub. Həmən Uitkov'da getmişdi ora. Və Trump deyirdi ki, mən dedim orada ateşkəs oldu deyəndə, hala dağıdırlar Qəzzanı. 2 ay deyəndə, 2 aydan sonra təzədən başladılar orada. Bən hanı sən demişdin, sənin sözüvə orada uduzub. Ölüm orada, qan axır, yerinə axır orada. Qanı saxlamağa gəlmişdi. 24 saata bunu saxlayacağım, 3 saat onu saxlayacağım. Mən, Trumpam, mən necə ola bilər mənim sözümə çıxsınlar? Husitlər, uduzub Husitlərə. Oranı bombalamaq Biden da bombalayırdı da. Bütün günü Biden'ı söyür, indi Biden elədiyini təkrar eləyir. Biden da Husitləri vururdu, dağıdırdı da. Təyyarə gələn kimi, bombardımançı gələn kimi qaçıb girirlər o qayaların altına. Orada onların nə bilim bunkerləri var, nəyi var. Onlar kimdir ki? Onların nəyini vuracaqsan ki? Onların böyük hərbi hissələri, yoxsa olduqca böyük hava müdafiə qüvvələri filanları var. Heç nələri yoxdurlar. Onlar belə əllərində olan köhnə silahlarla, İranın verdiyi, Rusların verdiyi silahlarla orada keçən gəmilər 40 kilometr cəmsi enində oranın o. Bab Elmandır, nədir oranın o keçidin adı, bir təhər adı var. O keçiddən Qırmızı dənizdə bir dənə gəmini qoymuyor. Qorxusundan, qorxunuzdan. Hamı Afrikanı fırlanıb gəlir. Əşi, 3 dənə xüsusçidən o boyda Amerika qorxusundan və digər ölkələr də fırlanıb Afrikanın başına. Yaxşı Ukrayna rəngindədir bu qələm. Yəni, bayraq rəngindədir. Yəni, bu qələm 5 qəpiyyədirsə, o Afrikanın başından fırlanıb gələndə, obrazı qələm deyirəm də, başqa mal gətirirlər də. O qələmin qiyməti 50 qəpiy olur. O xüsuslərin qorxusundan. Nisə onu bombalamaqla nəyə nail olursan ki? Orada da məğlubsan. Trump həm xüsuslər orada məğlubdur, həm Hamasa məğlubdur, həm İrana məğlubdur. Rusiyanı saxlaya bilmirsən, saxlaya bilmirsən. Demişdin axı, mən deyəcəm, o gündən danışdılar Ukrayna ilə, Ukrayna bütün şərtlərə, Amerikanın qoyduğu bütün şərtlərə, yaxşı, mən razıyam, sən deyən şərtlərə hamısan razıyam. Mən saxlayayım, indi onunla danış, görmenizi saxlayırsan. Nə demişdi Amerika? O hava müdafiə qüvvələrinin havadan zərbələrin kəsilməsini demişdi Ukrayna ilə, Fransada, İngiltərədə birlikdə demişlər. Amma Amerika demişdi, yox, yer üzündə də saxlayacağım indi, danışacağım Putinlə. Və Rubio nə deyirdi? Top artıq Putin tərəfdədir. Topu təzədən Putin atdı sənin tərəfə. Top o tərəfdə. Yəni görüm indi bizə o bir söz nə deyirdi Rubio, yəni Trump. Mən bax qışqırdım Zelenskinin üstünə. Hansı ki Zelenskinin qışqırmana Zelenskinin hörməti qalxdı. Onu burada Ağ Evdə danışdım, belə şey elədim. İndi top Rusiyanın tərəfindədir. Zelenski çünki razı oldu mən deyənə. Görüm indi bax nə deyəcək. Sən təzədən topu qaytardılar, sənə indi ruslar deyirlər ki, görüm sən nə deyəcəksən. Sən yenə çıxıb özü tərəfləyəcəksən. Ki hər şey əladır. Niyə? Təkrar edirəm. Uğursuz şovmen. Uğursuz. Bax bütün məsələ oradadır. Bura qədər nə baş veribsə, səbəb odur.